2025-ci ildə Azərbaycan futbol tarixində inqilabi çevrilişlər oldu desək, yanılmarıq. Zarafat deyil, Azərbaycan milli komandasında əcnəbi baş məşqçisi iddiasına son qoyuldu. İlk dəfə bir Azərbaycanlı futbolçu Çempionlar Liqasında matçın adamı seçildi. Qarabağ bütün Avropanı şoka salıb özündən söz etdirdi və gözlənilməz olsa da Real Madridin futbolçusuna qohum oldu. Bol futbollu 2025-ci ildə Azərbaycan futbolunda nələr yaşandı, gəlin yada salaq. İlin ən çox müzakirə edilən strateji gedişi heç şübhəsiz ki, legioner limitinin ləğvi oldu. Bu qərar daxili rəqabəti artırmaqla yanaşı, yerli oyunçuların rəqabətə davamlılığını da sınağa çəkdi. Odur ki, bu meydan, bu da şeytan. Çıxın oynayın. 12 komandalı Premier Liga modeli isə futbolun coğrafiyasını genişləndirdi. Yeni format bu idman növünü paytaxt mərkəzli olmaqdan çıxarıb, yenidən regionlara, futbolun gerçək ruhunun yaşadığı tarixi mərkəzlərə qaytarsa da, komandalar hələ də doğma yurdundan didərgin düşüb. Evindən uzaqlarda oynayan imişli havası ilə qan donduran Qubada pənah tapdı. Araz Naxçıvan isə mövsümü yenə Mərdəkanda tamamladı. Karvan Yevlax və Turan Tovuza gəlincə yavaş-yavaş doğma el-obaya qayıtdılar. Gəncə şəhər stadionunun qapıları isə Kəpəzin üzünə qapalıdır. Evindən uzaqda olsa da 2025-ci ilin futbol mənzərəsinin ən mükəmməl tablosunu yenə Qarabağ çəkdi. Qurban Qurbanovun komandasının Çempionlar Liqası yolunda keçdiyi təsnifat mərhələsi əsl iradə sınağı idi. Hər şey İrlandiya çempionu Shelbourne üzərində qazanılan inamlı qələbə ilə başladı. Ardınca Şimali Makedoniya təmsilçisi Şkendiya səddi peşəkar soyuqqanlılıqla keçildi. Lakin əsl futbol dramı Macarıstan nəhəngi Ferencvaroş ilə qarşılaşmada yaşandı. Budapeştdəki gərgin atmosferdə Qarabağ sadəcə futbol oynamadı, taktiki intizamı və hücum futbolunun vəhdətini nümayiş etdirdi. Bu silsilə qələbələr Ağdam təmsilçisini tarixində ikinci dəfə dünyanın ən nüfuzlu klub turnirinin liqa mərhələsinə daşıdı. Qarabağ təkcə Çempionlar Liqasına qatılmaqla kifayətlənmədi. Elə ilk oyundaca hər kəsi heyrətləndirməyi bacardı. Benfica səfərində 3-2 hesablı qələbə ilə Portuqallara ağ bayraq yellətdirmək hər oğlun işi deyil. Kopenhagenlə görüşdə 2 cavabsız qolla alınmış qələbə baş verənlərin sürpriz olmadığını, hər şeyin Qurbanovun sehirli çubuğunun məhsul olduğunu göstərirdi. Azərbaycanlı futbolçu tarixdə ilk dəfə Çempionlar Liqası oyununda matçın adamı seçildi. Elvin Cəfərquliyevi Çempionlar Liqası ulduzlarının əks olunduğu mükafatla görəndə bütün Azərbaycanlılar qürurlandı. Elvinin adını son illərdə çox eşidirik. Qarşıdakı illərdə də özündən söz etdirməyə davam edəcək. Qarabağ atletik səfərinə böyük ümidlərlə yollansa da, baskılar 3 xalı qazanan tərəf oldu. Bakıda Chelsea-dən xal almaq yuxu kimi görünsə də bu baş verdi. Beləliklə Qurban Qurbanovun komandası qitənin ən nüfuzlu klub turnirinin son 2 oyununda məğlub olsa da, 7 xalla hələ də play-off şanslarını davam etdirir. Şansı reallığa çevirmək üçün 2 randevu var. Evdə Eintracht və adlı sanlı Enfielddə Liverpoola qarşı oyun. Qarabağın Avrokuboklardakı uğurlu çıxışı fonunda Sabah, Zirə və Araz Naxçıvan hələ də inkişafa ehtiyac olduğunu göstərdi. Zirə Xorvatiyanın Hajduk Split klubuna elə birinci təsnifat mərhələsində uduzaraq Avropa xəyalını sonlandırdı. Tarixində ilk dəfə Avrokuboklarda iştirak edən Araz Naxçıvan Yunanistan Arisini turnirdən uzaqlaşdırsa da, ikinci təsnifatda Kiprin Ammonia klubu ilə hər iki görüşdə alınmış ağır məğlubiyyətlərlə turnirlə vidalaşdı. Mövsümə kubok qalibi kimi Avropa Liqasında start verən Sabah Çelya ilə oyunlarda qənaətbəxş çıxış etsə də, bunu nəticədə göstərə bilmədi və Konferans Liqasına yuvarlandı. Burada Moldovadan Petrokup səddini asanlıqla adlayan bayquşlar 3-cü təsnifat mərhələsində Bolqaristan Levskisinə boyun əydi. Daxili arenada isə Sabah klubu 2025-ci ildə öz intibah dövrünü yaşadı. Komanda Azərbaycan kubokunu qazanmaqla Qarabağın daxili hegemonluğuna ciddi bir alternativ olduğunu sübut etdi. 2026-cı ilə də misli Premier Liqasında qış çempionu olaraq daxil olacaqlar. Gözümüzün ağı qarası Neftçinin ətrafındakı köklü yenidən qurma prosesləri və rəhbərlik səviyyəsindəki dəyişikliklər ağ-qaraların titul yarışına qayıtmaq cəhdləri kimi görünsə də, komanda uğursuzluq zolağından yenə də çıxa bilmədi. Təqsirkar isə Samir Abbasov seçildi. Neftçi mövsümə Samir Abbasovla başlamasına baxmayaraq, qış fasiləsinə Ukraynalı Yuri Verundubla yollandı. Klub futbolundakı bu hərəkətlilik fonunda mini futbol millimiz Bakıda qazandığı dünya çempionluğu Azərbaycan futbolu üçün parlaq bir zirvə nöqtəsi oldu. Elşad Quliyevin rəhbərliyi ilə gələn bu uğur düzgün təşkilatçılıq və komanda ruhunun nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Lakin bu yüksəlişin kölgəsində futbol üzrə əsas milli komandanın durumu hələ də sistem böhranından xəbər verir. FIFA reytingindəki geriləmə və seçmə mərhələdəki biabırçı məğlubiyyətlər
struktur islahatlarının milliyə hələ tam yansımadığını göstərirdi. Bütün bu baş verənlərdən sonra qocaman Fernando Santosla yollar ayrıldı. AFFA əcnəbi baş məşqçi sevdası səhvindən İslandiyaya 0-5 hesablı məğlubiyyətdən sonra dərs çıxarıb milli komandanı yerli baş məşqçiyə həvalə etdi. Ayxan Abbasov Ukraynaya qarşı oyundan bir gün əvvəl milli komandanın baş məşqçisi oldu. 44 yaşlı mütəxəssisin rəhbərliyi altında bu siklda ilk və yeganə bir xalımızı qazandıq. Fransa ilə səfər maçında qələbə ümidimiz olmasa da faciəli məğlubiyyət təxmin edənlərin xəyalları puç oldu. Ümumilikdə dünya çempionatının seçmə mərhələsini bir xalla bitirdik. Yəqin ki, Ayxan Abbasovun yeni islahatlarla o xalları qoşa düzdürmə ümidi böyükdür. Neftçi ilə üzü gülməyən, milli komandada da fərqli durum yaşamayan kapitan Emin Mahmudov isə Ukrayna ilə maçda 21 illik rekordu yeniləyərək milli komandanın ən məhsuldar oyunçusu oldu. Mahmudovun bu fərdi uğuru kollektiv durğunluq içində parlayan nadir sevinclərdən biri kimi yadda qaldı. Çox maraqlı səslənsə də 30 illik kollektivin bombardiri yarım müdafiəçidir. Yekun olaraq 2025-ci il Azərbaycan futbolu üçün sınaq və oyanış ili kimi xarakterizə oluna bilər. Biz öyrəndik ki, sistemli işləyəndə Avropanı titrətmək, bir yumruq kimi birləşəndə isə dünya çempionu olmaq mümkündür. Mini futboldan başlamışıq. Əlbəttə ki, bir gün böyük futbola da çatacağıq. Bir sözlə, 2025-ci ildə də futbolumuz bizi əsəbləşdirdi, sakitləşdirdi, sevindirdi və kədərləndirdi. Gəlin 2026-cı ildə hər cür emosiyaya hazır olaq. Nə günümüz, nə də illərimiz futbolsuz keçməsin.